Prezident İlham Əliyevin az təminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında 22 dekabr 2025-ci il tarixli sərəncamı 76 min az təminatlı ailəni əhatə edəcək. Onlara birdəfəlik maddi yardım veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yeni Sabah Aza qeyd edib ki, dövlət başçısının az təminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında 22 dekabr 2025-ci il tarixli sərəncamı az təminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür. Qeyd edilib ki, sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb. Sərəncam hazırda ünvanlı sosial yardımla təmin edilən 76 min ailəni, 335.200 nəfər ailə üzvü əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardımlar ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək. Ünvanlı sosial yardım proqramı az təminatlı ailələrin sosial müdafiəsində mühüm önəm kəsb edir. Ödənilən ünvanlı yardımların məbləği davamlı olaraq artır. 2018-2025-ci illər ərzində bu yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb və hazırda 425 manat təşkil edir. Ünvanlı sosial yardımın təyin olunması üçün ehtiyac meyarının həddi isə qeyd edilən dövrdə 2,2 dəfə artırılaraq 285 manata çatdırılıb və növbəti ildə 300 manata çatdırılması nəzərdə tutulub, məlumatda qeyd edilib.